Salam əziz izləyicilər. Bugün Ad və İmza adlı yeni bir podkasta başlayırıq və mənim ilk qonağım bugün həmsöhbətim Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, ssenarist, kinodramaturq İlqar Fəhmidir. Salam İlqar müəllim, necəsiz? Salamlayıram sizlərə də və təbrik edirəm yeni layihəmiz münasibəti ilə və ümid edirəm ki, çox maraqlı, belə dəyərli bir layihə əmələ gələr. İnşallah. İlqar müəllim, bugün siz hər tərəfli olduğunuz üçün bu incəsənət sahəsində istəyirəm həm teatrdan danışaq, həm ədəbiyyatdan danışaq, həm kinodan danışaq. Və istərdim elə birinci sualı belə verim, ümumi verim ki, Azərbaycan teatrında, kinosunda və ədəbiyyatında hal-hazırda vəziyyət necədir? Bilirsiniz, hər tərəfli deyəndə ki, belə elə görsənə bilər ki, mən həm teatr, həm kino, həm başqa sahələrdə yaradıcılıq istehsalı ilə məşğulam. Yox, mən yazı işi ilə məşğulam. Əslində belə götürəndə hamısında eyni fəaliyyətdir. Yəni pyesin də, tamaşanın da pyesi, kinonun da ssenarisi və yaxud başqa tədbirlərin ssenarisi. Yəni mən yazı işindəyəm. İstehsal məsələsinin o qədər sözün heç başımda çıxmır xırdalıqlarından, çünki orada texniki incəliklər çoxdur. Amma ümumilikdə götürəndə mən bir yazı nöqteyi nəzərindən baxanda məni narahat eləyən məsələ nədir əsas ən çox? Bizim, məsəl üçün tutalım, öz uşaqlığımızı yadımıza salanda, mən düşünürəm ki, bizim təmasda olduğumuz mədəni materialların 80-90% bizim milli mentalitetə söykənən, bizim tariximizi əks elətdirən, bizim həyatımızı əks elətdirən materiallar idi. 10-15% kənar, belə demək olarsa. Və avtomatik olaraq bizim özümüzü, öz keçmişimiz formalaşdırırdı. Yəni, baxdığımız filmlər, baxdığımız tamaşalar, oxuduğumuz kitablar ki, yenə təkrar edirəm, bunun böyük hissəsi öz ruhumuzu, öz milli mənəvi dəyərlərimizi əhatə edirdi. Amma indi ki, bu internet dövrüdür və gənc nəslin, belə deyim, təmasda olduğu tekstual materiallar, yəni kitab, sayt filan, təmasda olduğu video materiallar, filmlər, musiqilər filanlar, bunun içində 10% özümüzkidir, 90% kənardır. Bu o deməkdir ki, bunların beyninin, zövqünün, ruhunun formalaşan vaxtında bunların yaddaş bazasının 10%-i Azərbaycan, Şərq milli düşüncəsidir, milli mədəniyyətidir. 90% Avropa, Kitay, nə bilim, Koreya, K-pop dəbdir hər yerdə. Və mən çox narahatam ki, bu nəslin sonu necə olacaq? Niyə? Çünki gənclərin yazdığı kino materialları, pyeslər, çoxlu müsabiqələr keçirdirik, ssenari müsabiqələri olur filan. Bunların əksəriyyətinə mən baxıram ki, artıq yazarlar sanki öz yaşadığı reallıqdan qırılıblar. Yəni, bu adam Bakıda yaşayır, amma yazdığı əsərlərdə baş verən hadisələr sanki Parisdir, Berlindir, San Fransiskodur filan. Yəni, insan münasibətləri, qanunvericilik, nə bilim, başqa cinayətlər filanlar. Yəni, bunlar Azərbaycanda baş verməsi mümkün olmayan şeylərdir. Amma məkan olaraq Bakı yazıb. Niyə? Çünki bu adam real həyatdan da daha çox o filmlərə baxır deyə, onun aləmində, məsələn, filmlərdə gördüyü reallıq həm də elə bilir ki, elə Bakıda da eləncə idi. Çünki Bakıdan xəbəri yoxdur axı. Nauşnik qulağında, qulaqcıq qulağında bütün günü gəzir. Yəni, təmasda olduğu reallıq o filmlərdən ya internetdən baxdığı reallıqdır. O baxımdan mən düşünürəm ki, bizim bu dediyim sahələrdə ən böyük son vaxtlar bizim, mən düşünürəm ki, narahat eləyən, düşünməli olduğumuz, diqqət ayırmalı olduğumuz sahə bu məsələlərdə milli və milli mənəvi dəyərlər, milli psixoloji məsələlər, bunu gücləndirmək lazımdır. Amma mən deyim ki, onun hansısa bir formada çarəsini görürəm, biraz mənə çətin gəlir. Niyə? Çünki bunun nə formadasa dövlət tərəfindən stimullaşdırılmalıdır, hansısa layihələr şəklində həyata keçirilməlidir. Çünki sən sərbəst buraxanda, adıca bir şey deyim də, bu sərbəst buraxmaq deyilik. Bugün audio-vizual şəbəkələr çoxdur. Onun üçün də bizim uşaqlarımız bütün günü əllərindədir də. Məsələn, o audio-vizual şəbəkələrdə normal orta statistik adam əgər 10% Azərbaycan kontenti ilə rastlaşırsa, 90% kənar ölkələrin kontentidir. Düzdür. Deməli, artıq onu yetişdirən də odur, onun beyninə təsir edən də odur, ona informasiya verən də odur. Deməli, nə formadasa o internet məkanında biz öz təsir dairəmizi gücləndirməliyik, daha çox layihələr eləməliyik. Yəni, kəmiyyət çox olsun. Eyb yox, o keyfiyyət zəif olsun. Belə deyəndə deyirlər ki, kəmiyyət çox olur, keyfiyyət düşür aşağı. Olsun. Keyfiyyət aşağı olsun. Amma bu insan vərəqləyəndə daha çox öz materiallarımız çıxsın qabağına, nəinki xarici materiallar. Onun üçün də çox çalışmaq lazımdır. Bəs bir şey deyim, bu, məsələn,
piyes olsun, tamaşa kimi və yaxud da o ssenari, kino sahəsində bunlar niyə beynəlxalq müsabiqələrdə o qədər də məsəl üçün çox çıxmır və yaxud da uğur qazanmır? Məsələn, kinolarımız gedir, məsələn, B kateqoriyalı festivallarda nəsə uğur qazana bilir, amma A kateqoriyalı festivallara çox çıxa bilmir. Səbəbi ssenaridirmi, çəkilişdirmi, yoxsa başqa bir məqamlardır? Eləcə də piyes məsələsi, tamaşalarımız çox, yəni MDB ölkələrində çox gəzirlər, qastrollar falan olur, amma daha çox Avropa ölkələrinə, Amerikaya falan çox çıxış yoxdur. Səbəbi nədir bu mədəniyyət məsələsinin? Yox, ümumiyyətlə düşünmək lazımdır. O bizə lazımdır yoxsa yox. O bizə nə verəcək? Tanıtmaq, müasir, tanıtmaq müasir sənələri. heç olmasa incə sənətimizi, kinomuzu, ədəbiyyatımızı. Yəni səncə Parisin mərkəzində oturan adam üçün çox maraqlıdır ki, şərqdə bir Azərbaycan ölkəsində kim nə yazır, kim nə çəkir. Sən bax burada oturmusan, düzdür? Sənin üçün maraqlıdırmı ki, Gədəbəyin hansısa bir kəndində oturan bir şair nə yazır? O qədər maraqlı deyil yəqin ki. Onlar da bizə o cür baxırlar. İndi burada ikinci məsələ var. Əgər bizdən kimsə məqsəd olaraq Avropaya çıxmaq yox, sadəcə özünü ifadə olaraq elə bir əsərlər yazar ki, kino çəkər ki, ya tamaşa qoyar ki, belə gedib çıxar harasa. Amma o planlı şəkildə olan bir şey deyil. Yəni mən məqsəd yönlü şəkildə festival üçün film çəkirəm. Yəni o bizi nəyə gətirib çıxardır? Bu gün ən səviyyəsiz materialda soruşursan ki, bu nə ssenari gətirmirsən? Ay yox, bu bilirsən bu festival üçün nəzərdə tutulur, festivallar üçün. Yəni hansı absurd, abstrakt, ağlına gələni yazan, heç bir mənası olmayan materiallara ad qoyublar festival. O cür də o vaxt ikən var idi. Art house ifadəsi çox işlənirdi. Sonra ədəbiyyatda misal üçün, bu elitar şeirdir, bunu siz başa düşməz. Bu nə bilim rəsm əsərləri, bu abstraktçadır, bu bilirsiniz, bu ancaq bilənlər bilirlər, adi tamaşaçı başa düşmür. Yəni həmişə ümumiyyətlə avangard sənətin içində çox böyük fırıldaqçılıq amili olub. Maşin belə deyim də, o hiləgəri demək olmaz, elə fırıldaqçılıq deyil. Niyə? O avangard sənətin ki, içində müəyyən çərçivələri sındırmaq var. Sən heç vaxt dəqiq deyə bilməzsən ki, o doğrudan sənət əsəridir o sındırmaq. Yoxsa bu adam bacarmadığından onu eləyib. Yəni yaxşı çəkə bilməyi bacarmayıb deyən onu eləyib. Bir dəfə indiyəcən yadımdadır. Ziyadxan müəllim, bizim məşhur sənətşünasımız, mərhum. Hansısa bir sərgi idi. Girdim, gördüm çox belə qarışıq, dolaşıq şəkillərdir, rəngləri yaxıb palitran üstünə, nə bilim, şəkildə başdan ayağa rəng ekspresiyaları. Dedim, Ziyadxan müəllimdir, mənim başım çıxmır tam. Sən bir sənətkar olaraq de mənə. Bunlar sənət əsəridir, yəni yoxsa ki, nədir? Bunlar elə tullanmalı şeydir, yalandan bizə sırayırlar bunu. Dedi, bilirsən, İlqar, əvvəllər ayrı eləmək olurdu. Hansı sənət əsəridir, amma hansı xalturadır. Amma indi o qədər qarışıb ki, bəzən peşəkar adam da ayrı eləyə bilmir ki, bu sənətdir, yoxsa bu bacarmadığından, klassiki bacarmadığından belə çəkib. O baxımdan sən deyən filmlərdə elənsik. O ki qaldı niyə ora çıxmırıq məsələsi. Ümumiyyətlə o xaricdə olan əsasında beynəlxalq səviyyəli festivallar, kitab nəşrlər, nəşriyyatları, müsabiqələr filanlar. Bunların hamısının arxasında böyük siyasətlər dayanır. Bax sən fikir verginlə məsələn şərq ölkələrindən ora hansı filmlər ya tamaşalar ya kitablar çıxır. O yerdə ki rejissor şərq mədəniyyətini tənqid eləyir, biabır eləyir, gözdən salır, nə bilim ona ilə mübarizə aparırsan ki heç bir yerdə sən şərq fəlsəfəsinin, ya milli fəlsəfəsinin, milli etnoqrafik fəlsəfənin təqdir olunduğu yerdə, təqdir olunduğu bir filmin oralarda gedib yaxşı mükafat aldığını görə bilməzsən. Düzdür. Hətta burada ikinci bir məsələ çıxır. Niyə belədir? Bəziləri bunun arxasında qlobal siyasət görürlər ki, bu siyasət xalqların milli mənəvi düşüncəsini məhv eləyib, hamını avropalaşdırmaq, avropa-sentrizm üzərindən qurulurlar. Yəni hamı bizə oxşamalıdır. Bizdən kənar kim varsa, bədbəxtdir, pisdir və yalnız bizim kimi yaşamaq lazımdır ki, sən xoşbəxt olasan. Yəni tam məşhur İran filmləri, Ərəb filmləri, Orta Asiya filmləri, Rusiya filmləri var ki, bunlar öz cəmiyyətlərini çox kəskin şəkildə belə acı şəkildə ifşa eləyirlər və onları orada çox yuxarı başa çəkirlər. Onu deyəcəkdim. Qonşu xalqlar Bıkovun filmləri məsələn görsən Avropada bütün festivallarda qalib gəlir. İrandan müəyyən rejissorlar var, hərçənd İranda yaşamırlar, məcburdular kənarda yaşasınlar, amma çəkdiyi filmlər güya İran haqqındadır. Onlar gedirlər ora. Ərəb ölkələrindən. Yəni məsələ budur ki, biz o cür bir materiallar çəkib
çəkmək istəyirik, istəmirik. Baba, mənim burada nə xoşuma gələn bir şeydir. Mən görürəm ki, bizdə də biraz ora meyl var. Amma hələ o səviyyədə deyil ki, sən öz milli mənəvi dəyərləri tapdalayıb ora çıxasan. Bu o deməkdir ki, bizim millət əslində öz şəxsiyyətini, mənəviyyatını saxlayıb. Yəni 2 dənə, 3 dənə festival mükafatı xətrinə Tapdalıb keçmir. özünün milli mənəvi dəyərlərini tapdalıb keçmir. Yoxsa bizim bir tanışımız var idi, maraqlı bir şey deyim sənə. Bu gedib xristianlara qoşulmuşdu, qız xeylağı idi. Və kimsə mənə dedi ki, rejissorlarda, özü də xarici rejissor idi. Abi, bilirsən, bu necə gözəl bir sənə. Hə, bunun biraz evdə problemləri yaşanmışdı, ailəsi falan. Axırda bunu apab qoymuşdular nənəsigilə. Niyə? Çünki evdə təbliğatçı da aparırdı. Və evdəkilər narahat idi ki, 2 dənə də özündən sonra balaca uşaq var evdə. Bunları da salır öz təsiri altına. Apardılar orada bu nənəsinin yanında. Çünki nənəsinin 75 yaşı var idi. Bunu təsir altına salsa da qorxusu yoxdur da. Onsuz da üzü o tərəfədir. Hə, qoy nənə üçün danışsın da o şeyləri. Xilaskar, nəm, İsa Məsih filan da. Amma nə üçün getirirəm? O rejissor mənə dedi ki, bilirsən bu necə gözəl bir film çıxar burdan. Azərbaycanda bir sıxıntılara məruz qalan insan və birdən-birə o yeni dinə tapınıb və özünü xoşbəxt hiss eləyir, amma cəmiyyət bunu incidir, sıxır, anası bunu döyür, nə deyir, bax döyməyib baxı. Deyir, yox da sən biraz da qoy, anası bunu döyür, incidirlər, salırlar zirzəmiyə, ağzını bağlayırlar, bu orada İsa'ya dua eləyir, nə bilim nə eləyir, sonra yenə bunu zorla ərə vermək istəyirlər kiməsə. Və sonda bu adam qaçır harası, gedir Avropaya tərəf və orada xristianların arasına düşür, xoşbəxt yaşayır filan da. Amma sənədli kimi də, bunu bədii sənədli ki, özü də danışsın öz fikri. Lap dedi, lazımdır gözünü bağlayarıq filan eləyərik, amma danışsın. Dedim, sən başa o gəlir. Belə çıxır ki, mən öz cəmiyyətimi vəhşi göstərirəm. Yəni, bir nəfər işığa çıxdı və ətraf amma o zülmət, cahil cəmiyyət bunu qoymur o işığa tərəf getsin də. Və mən sənə deyim, o film çəkilsəydi, dünyanın nə qədər festivallarında o yer tutardı. Çünki bir müsəlman cəmiyyətində haqqa tapınmış, İsa'ya tapınmış bir qızın çəkdiyi zülmlər, onlar üçün çox aktual olardı. Özdəki maraqlı cəhət bu deyir, mənə ki, belə yazın, belə qurun. Deyirəm, axı, elə olmayıb da, yəni incidməyib. Sadəcə bunu aparıb qoyublar ki, evdəkilərə təsir eləməsə, döyməyiblər, söyməyiblər, incidməyiblər. Deyir, yox da, o olmasa maraqlı olmur. Çox maraqlıdır ki, məsələn, Sovet dövründə çəkilən filmlərdə bunun əksisidir. Parlaq gələcək, xoşbəxt həyat, hamı xoşbəxtdir, pozitivdir, sonluq demiş pozitivlə bitir. Yox, mən sənə deyim, amma burada hamısı tənqid edir. Sovet dövründə də bu idi ya. Sadəcə Sovet dövründə fərq nədə idi? Sovet dövründə sənə o təsiri yaradırdılar ki, sənin kəndin, bölgən, adət-ənənən geridə qalmışdı. Sən yalnız Sovet ideologiyasının, Sovet cəmiyyətinin kölgəsinə sığınsan xoşbəxt olacaqsan. Bu adı bir şey deyim sənə. Bizim Sovet kinoların əksəriyyətində baş qəhrəman gedib rus qızı alır. Oyla xoşbəxt olur. Niyə? Rus qızı sanki Sovet hökumətinin rəmzi idi. Bu əslində bəziləri deyir rus şovinizmi falan. Yox, şovinizm deyil. Sadəcə simvol olaraq sənə gələcək Sovet dövlətçiliyini verir də. Məsəl üçün, tam neçədən bizim elə filmlərimiz var. Ata qoymur, tarixi filmlər, tam biri var idi yadımdadır. Səməndər Rızayev oynayırdı. Oğlu Yev rus qızına ilişir. Qoymur onunla evlənmək filan. Sonra başqa bu cür filmlərimiz də çoxdur. Yəni, o rus qızı sanki yeni Sovet hökumətinin rəmzi idi, yeni dünyanın rəmzi idi. Onu sıxıb saxlayan cəmiyyət ki, qoymur bu rus qızı ilə evlənsin, xoşbəxt olsun. Bu olurdu bizim elə bir köhnə milli mentalitet. Sən məsəl üçün, bir dənə elə filmimiz yoxdur bizdə ki, bu geçsin rus qızına ilişsin, misal üçün. Əksinə Rus tərəf pis olsun, bunun öz milli dəyərləri yaxşı olsun. Sən elə filmi Sovet vaxtı çəkə bilməzdin. Kimi getdi, sən demişkən, sonra onu başqası ilə tutdu, xəyanət üstündə filan, suyu süzülə qayıtdı dala, sonra başa düşdü ki, o yol düzgün yol deyil də. Belə film qoymazdılar çəkməyə. Bəs müasir Azərbaycan kinosunu həmişə tamaşaçılar deyir də ki, bəs niyə Sovet dövründə çəkilən filmlər daha baxılırdı, daha gülməli idi, yumor tərəfi də və yaddaşları daha çox qalıb, frazaları və s. Amma müasir dövrdə son hardasa deyimsə də 95-dən bu tərəfə, indiki dövrə qədər çəkilən filmlərdən nə tamaşaçının yadında bir normal bir fraza qalıb, nə yumor cəhətdən bir insanda gülüş doğuran var. Varsa da ola bilər ki, 1%, 2%. Bunun səbəbi nədir? Bir dəfə şərabla sirkə mübahisə edirlər. Şərab deyir ki, səni içirlər, sərxoş olmurlar, amma məni içirlər, sərxoş olurlar. Sirkə deyir ki, kim məni deyir, 2 stakan içdi ki, sərxoş olmadı. Sirkəni çox içmirlər, bir damcı içirlər. Bilirsən, o Sovet dövründə müqayisə qətiyyən düzgün deyil. Niyə?
Sovet dövründə sən sevmədiyin bir şeyi də yaddaşda saxlayırdın. Bilirsən niyə görə? Çünki baxdığın yer az idi və bir şeyi təkrar-təkrar sənə çoxlu-çoxlu göstərirdilər. O dediyin filmlər var. O filmləri birincisi sənin çoxlu-çoxlu seçimin yox idi. Bir dənə telekanal idi, ASTV, bir dənə də Moskvanın üçün qoyuram qırağa. 2 kanal götürək. Və bu 2 kanal mütəmadi olaraq eyni şeyləri fırladırdı. Niyə eyni şeyləri fırladırdı? Çünki o dövrdə belə bir şey vardı. İdeoloji cəhətdən uğurlu sayılan materiallar bir çox çəkilirdi, amma hamısını göstərmirdilər. Elə filmlər olurdu ki, 3 il, 5 il bir dəfə göstərdilər, qoyurdular qırağa. Amma əksərən uğurlu sayılan materiallar, filmlər, televiziya tamaşalar falan, bunlar çox-çox təkrar olunurdu. Və sənin də alternativin yoxdur. İndi sən bugün bir dənə özün üçün cəhd elə də, məsələn, hansısa bir Azərbaycan filmini, yaxud nə bilim nəyi, birincisi bir dənə telekanal olsun, ikincisi də ki, o sən deyən filmlər ki, deyirsən, yadda qalmır, onu başlasınlar təkrar-təkrar göstərməyə. Sən gör sənin yadında qalır, yoxsa yox. Sən görsən ona gülürsən, yoxsa yox. Sən gör sənə ən səfeh gələn bir film ki, indi bəyənmirsən, onu sənə təkrar-təkrar versələr, onun da içində sən maraqlı şeylər tapacaqsan. Yəni, başa düşün nə deməksə, yəni seçim olmayanda, və bundan qabaq bir qism insanlar deyir ki, çox dadlı idi o vaxtın kalbasaları filan. Hələ 3 cür kalbasa var idi də. İstədim, istəmədim bu idi. Və qeyri-ixtiyari onun dadı sənə məcburi cəhətdən sevdirilirdi. Çünki alternativ yoxdur. İndi bu qədərin içində sənin heç yadında qalmır hansısa birinin dadı ki, hələ bir sevdirəsən. Yəni kəmiyyət çoxluğu, bir də intensivlik. Sovet dövründə kəmiyyət az idi, intensivlik çox idi. İndi kəmiyyət çoxdur, intensivlik azdır. Məsəl üçün, bu adicə bir şey götürək. Bir əsəri insanlar sevirdi. Belə bir ki, maraqlı bir şey deyim sən, seriallara əslində bu təsir edir. Sən bir ailə görürsən bir filmdə. Tutalım, nə bilim, ya bir kimisə sevgisi. Bu xoşuna gəlir. Məsələn, o vaxt yadıma gəlir, səni axtarıram idi də, səhv eləmirəmsə. Yaşar Nuriyevlə Firəngiz olan. Bu, bir dənə seriyası çəkildi, saat yarım. İndi insanlar bunu yenə görmək istəyir. Çoxlu-çoxlu məktublar yazdılar ASTV. O qədər məktub gəldi ki, ASTV məcbur oldu onun ikinci hissəsini yazdırsın. Hələ heç yazıda yoxdur ya. Yazdırsın Aslan Qəhrəmanov. Aslan Qəhrəmanov da peşəkar yazıcı falan da deyildi. Onlardan başqa əsərlər də yoxdur. İkincini çəkdilər. İnsanlar yenə bunları görmək istəyir. Yenə o qədər məktub gəldi ki, üçüncünü çəkdilər. Üçüncüdən sonra da nəfəsləri kəsildi. Bu nə deməkdir? Deməli, insanlar müəyyən qəhrəmanları sevirsə, bunları təkrar-təkrar görmək istəyir. Sovet dövründə necə idi? Təkrar-təkrar görmək eyni şeyin təkrar baxılmağı idi. Yəni, həmin o səni axtarıramı, bəlkə ildə 4 dəfə verirdilər. Niyə? Çünki cəmaət dalbadal məktub yazırdı ki, yenə baxmaq istəyirik, yenə bax. Yəni, o insanlar maraqlıdır o insanlar üçün, tamaşaçılar üçün. O qəhrəmanlar, onların xarakterləri, onların danışığı, davranışı. Sevib də insan. Amma indi necə fikirləşirlər? Deyir ki, bu qəhrəmanları insan sevibsə, niyə mən eyni şeyi təkrar verim ona? Çəkiliş aparaturası ucuzlaşıb. Çəkiliş asandır. Mexanika, texnika, montaj ucuzlaşıb, əvvəl kimi qəlisdir. Gəl elə bunu fasiləsiz olaraq təzəliyək. Və nə başlayır? Tamaşaçıların sevdiyi qəhrəmanlardan ibarət serial başlayır və sən buna hər həftə baxırsan. İl boyu. Yəni, artıq eyni şeyin təkrar göstərilməsi yox, eyni qəhrəmanlarla hər dəfə yeni şeylərin hadisəsi gəlir. Burada problem nədə əmələ gəlir? Sən eyni şeyi, sevdiyin şeyi çoxlu-çoxlu təkrar baxırsansa, orada deyilən sözlər, yumorlar, xırda cizgilər, xırda baxışlar, xırda atmacalar, bunlar da sənin yadında qalır. Çünki eyni şeyə baxırsan axı çoxlu. Amma eyni qəhrəmanlarla sən çoxlu-çoxlu fərqli şeylərə baxırsansa, onun birinin içində baş verən hadisələr sənin yadında qalmayacaq. Sən bir dənə təsəvvür et ki, sən misal üçün olmasın, bu olsun mövzusunda serial kimi baxırsan. 100 seriya. 100 seriya, məştubat, çox da qəşəng gözlü məhəbbət üçbucağı var orada. Kişi, qız, sevgilisi, ona ələ veriləcək kişi, kasıb ata, bu tərəfdə qulluqçu. Yəni, bu qurulur. Əslində, indiki serialların əksəriyyətində var. Və sən təsəvvür ki, sən bunu 100 serial kimi baxırsan və hər gün yeni seriyası, hər gün yeni seriyası, oradan bir kəlmə söz sənin yadında qalmayacaq. Çünki dəyişir axı hər dəfə. Amma indi bizim orta statistik nəsillərdən soruşsan, olmasın, bu olsun, əzbər bilirik. Niyə? Çünki 100 dəfə baxmışıq. Yəni, biz o vaxt bir şeyə 100 dəfə baxırdıq. İndiki tamaşaçılar 100 dənə şeyə baxırlar. Deməli, artıq kəmiyyət çoxalır. Onun üçün mən düşünmürəm ki, o vaxtkilər indikindən çox-çox üstün idi. Yox, sadəcə eyni şeyi çox baxırdın, çox oxuyurdun. Ona görə daha çox yaddaşda həkk olunurdu. Bəs bir şey deyim, sizin ssenariniz üzrə təxminən 3 ya 4 film çəkilib, düzdür yoxsa? Yox, çoxdur. Çoxdur, ha?
4-5 film sırf dövlət sifarişi iləndir, yəni kino studiyada o vaxt çəkilib. İndi ondan başqa da nə qədər çəkilib yadımda deyil. Mən istəyirəm aktrisaya toxunaq. Mən bilən ilk işinizdir. Həm əsər əsasında çəkilmişdi, həm də bədii film halına salınmışdı, həm də oxumuşdum bir yerdə. Səhv eləmirəmsə, Cannes Film Festivalında Azərbaycan pavilyonuna çıxan ilk film idi. Açılışı idi. Açılışında. Oyla sahə filmi pavilyonun açılışında göstərilir. Yəni oyla açılıb orada. Ondan sonra hər il yeni filmlər aparırlar. Yox, ilk filmim deyil. Aktrisa mənim orijinal əsərim əsasında çəkilən ilk filmdir. Ondan qabaqkilərin içində əksəriyyəti, məsələn, tutalım, rejissorun hansısa ideyası var. Ssenaristlə də görüşür, danışır və ssenaristlə bir yerdə onun üstündə işləyirlər. Ölüm növbəsi də elə olub, ondan qabaq bir neçəsi də var idi, indi adları yadımda deyil. Axırıncı dayanacaq olmalı. Axırıncı dayanacaq ondan sonra. Ondan qabaq Samir Kərimoğlu ilə bir film işləmişdi, musiqili. Adı yadımda deyil, onun neydi. Nəsə, yəni, amma sırf birinci əsər kimi yazılıb, sonra filmə çevrilən aktrisa əsəri idi. Çox çətin oldu aktrisanın işi. Niyə görə? Çünki mən onu yazanda nəsr kimi yazmışdım. Və nəsr, dramaturgiya, kino, bunun yazı üslublarında fərq çoxdur. Və bəzən uyğunlaşdırmaq çox çətin olur. Biz elə bilirik ki, yaxşı roman oxuduq, nə maraqlı romandır, ya bunu kino çəkək. Yox, elə deyil. Onun içində bəzən elə şeylər olur ki, sən onu kinoya gətirəndə itirirsən. Şimdi biz burada çox əziyyət çəkdik qızın monoloqlarında, uzun-uzun monoloqlar, kino uzun dialoq sevmir, görüntü istəyirsən. Rövşən İsaq ona nə qədər əlavə görüntülər əlavə eləyirdi, nə eləyirdi. Və ixtisar da eləyə bilmirsən. Çünki ixtisar elədin o monoloqları. Bütün onun fəlsəfəsi itir. İtəcək. Yəni, başqa bu cür mənim əsərlərim də çox idi ki, oxuyanda deyirlər, maraqlıdır, bundan yaxşı film çıxar. Amma müəyyən vaxt keçirdi, mən baxırdım ki, yox, bu hələ oxumaq üçün maraqlıdır. Film olaraq burada görüntü həlli çox azdır. Daha çox, necə deyim, sözün üstündədir. Düz deyil, kinonun da söz komponenti var. Amma hər halda daha çox görüntü üstünlüyü təşkil edir də. Amma sizə deyim, məsələn, axırıncı dayanacaq filmlə baxmışdım da mən. Televiziyada da son vaxtlar dəfələrlə göstərirlər. Orada nə xoşuma gəlir, bir tamaşaçı kimi də, sanki biraz yuxu filmini xatırladır. Orada məzəli dialoqlar, yumor səhnələri, Qorxmaz Əlilinin, Fuad Poladovun o dialoqları falan, sanki belə kobud ilə desək, müasir Azərbaycan filminə oxşamır. Yaxşı mənada sanki keçmiş Azərbaycan filmlərinə bənzəyir. İnsanda o indi dilləri bayağı, beldən aşağı yumor yoxdur. Qıcıq yaratmadan da adam baxdıqca ləzzət alır. Həm də biraz o abşeron mühiti də var orada. O qorunub saxlanılıb. Bu əslində yuxu filmi ilə, bilmirəm, bilirdin dedin, yoxsa təsadüfən dedin, o eyni rejissorun işidir. Fikret müəllimi. Hə. Onu sonra Arxanıcı dayanacaqdan da əvvəl biz onunla Ölüm növbəsi filmini çəkmişdik. O biraz mistik film idi, amma orada da həmin yumor, havası filan var idi. Əslində o dövrün sənətkarları, elə onu çəkən operator da Kənan müəllim idi, rejissoru idi. Bunlar o indiki bayağılığı onsuz da bacarmırdılar. O istəsə də o cür eləyə bilməzdi. Onun hər kəlməsinin üstündə biz 50 dəfə cilalayırdıq, sökürdük, yığırdıq. Hər yumorun detalını, baxış, hərəkət filan. Yəni o sadəcə söz yumoru deyil, aktyor oyunu. Orada nə qədər aktyor improvizasiyalar var, hərəkətlər, jestlər. Hətta olurdu ki, bəzən sən yazanda artıq bilirdik, biz mesela başlanğıcdan bilirdik ki, orada Fuad Poladov, Qorxmaz və Arif müəllim oynayacaq. O üçünü bilirdik, o bursları sonra axtardıq, tapdıq. Biz artıq onların baxışı, onların nə bilim intonasiyası falan, onu da nəzərə alırdıq. O baxımdan biraz belə deyində klassik yumor diyor. Biz onu klassik deyirik də. Klassik yumordur bizim. Məsələn, həddən artıq çox deyil. İndiki dövrdə məsələn deyirlər ki, kinonun içində əgər sən komediya çəkirsənsə, hər 30 saniyədən bir nəsə gülməli bir şey olmalıdır. Amma o filmdə elə deyil. Müəyyən dramatik yerlər də var, ağır səhnələr də var, təsirlər, ağır yerlər də. Qocalar evidir də, orada mümkün deyil olmasın. Amma ümumilikdə o sən deyən klassik yumora söykənən azsaylı filmlərimizdəndir. Elə Ölüm növbəsi də o cür film idi. Mistika idi, filan idi, amma içində bir özünə məxsus Bakı yumoru var idi, estetik cəhətdən, yəni yüksəkliyini saxlayan. Amma bilirsən burada məsələ nədədir? Bir dəfə kimin kitabında idi, ay Allah, yadımdan çıxdı. 19-cu əsrin filosoflarında idi deyəsən. O qəşəng bölmüşdü bu ali sənət nümunəsini və kütləvi sənəti komponentlərindən necə? Hər sənət növündə 3-4 cür, belə deyim, haldır da, gülüş doğurur, kədərlənir və düşündürür. Məsələn, o deyirdi ki,
Schopenhauerin əsərində idi deyəsən, hə. Məsəl üçün deyir, o əsər ki, ali düşüncəli insanlar üçündür, düşünən insanlar üçündür. O əsərin komediyası adamı qəhqəhə çəkməyə vadar eləməyəcək. O təbəssüm doğuracaq. Yəni o əsərdə ki, sən şaqqanaq çəkib gülürsən, bu deməli kütləvi materialdır. Məsəl üçün onun ən bariz nümunəsi o Hollywoodun o Charlie Chaplin filmləri vardı. Tortu götürdü, vurdu sifətinə, badalaq verdi, o yıxıldı, başı girdi harasa filan. Yəni bunlar səni qəhqəhə çəkməyə məcbur edir. Amma incə yumor tutal o vaxtki komediyalarda fransız və italyan komediyalarında var idi. Məsələn, sən heç vaxt italyan komediyasında qəhqəhə çəkib gülməzsən. Dodağın qaçar, təbəssüm gələr. Və bu artıq yəni hissin ifratına getmirsən. Eyni şey də faciə ilə bağlı qeyd eləmişdi ki, o kitabda ki, əgər sən əsərə baxıb, nə bilim, ağlayırsansa tutalım, bu kütləvi əsərdir deməli. Yaxşı əsər səni ağlamalı yox, kədərləndirməlidir. Yüngül kədər çökmə. Deməli, elitar əsərdə hissin və duyğunun liberal, nə deyir, radikal hissəsinə gedilmir, ifratına gedilmir. Mötədil hissədə saxlanılır. Bu da niyə belə olub? Tarixən, məsəl üçün, alimlər, zadəgan insanlar, ağır adamlar öz hisslərini göstərməyi sevməyiblər heç vaxt. Və sevmədiklərinə görə də onlar təmasda olduğu əsərlərdən də bunların o hisslərini partlada biləcək mövzuları istəməyiblər. Yəni bir hökmdar tutalım, sarayında teatr düzəldirsə, o tamaşaya baxırsa, o istəməyib ya hökmdar, ya feodallar, ya knyaz, qraf, indi Avropadan danışıram da. O istəməyib orada elə bir əsər olsun ki, bunlar hamısı yıxılsınlar gülməkdən. Ayıbdır axı, bunlar ağır adamdılar, hörmətli adamdılar. Bunlar elə təbəssüm eləməkləri bəsdir. Və yaxud kədər də eyni mənada. Amma, məsəl üçün, həmin vaxtda saraylarda yox, onların yarmarkalarında, kütləvi xalq tədbirlərində o çıxıb o klonlar, filanlar, mimlər, oyunlar göstərərdilər. Görürsən, hamı qəhqəhə çəkib gülür filan. Bəzi tarixi filmlərində var o. Bazar meydanında tərxeylər nəsə eləyir. Cəmaət hamısı gedir özündən, yıxılırlar gülməkdən. Eyni halı sən saray teatrında görə bilməzsən. Yəni, saray teatrı səni qəhqəhə çəkmək səviyyəsinə qədər güldürmür. Eyni şey də kədərə aiddir. İndi bizim çox əfsuslar olsun ki, son vaxtlar bizim mədəniyyəti, dünya mədəniyyətidir. Belə deyim də, o təbəssüm estetikasından gəlib qəhqəhə estetikasına. Bunun da lap birinci başında Hollywood dayandı. Yəni, birinci o qəhqəhə estetikasını nəyin bahasına olursa olsun tamaşaçını güldürmək estetikasını gətirdi, Hollywood gətirdi. Eyni şey də tərs variantı. Nəyin bahasına olursa olsun tamaşaçını ağlatmaq. Misal üçün, bu bir xırda nümunə deyim sənə ki, son vaxtlar, məsəl üçün, İran rejissorları ondan çox istifadə edirlər, amma bizim klassik kino məktəbi ilə o rejissorun zəifliyi sayılır. Rejissor dramatik hadisəni qurmaqla, konfliktlə, situasiya ilə insanın içində bir düşündürücü kədər yaradır. Amma, misal üçün, Cənnətin Uşaqları neydi bir film var idi? Yox, o deyildi. Cənnətin nəyində. Gözü kör olan uşaq olur, atası evlənmək istəyir, məşhur bir filmdir də. Məsəl üçün, filmin demək olar ki, yarı hissəsi həqiqətən gözü kör olan əlil bir uşağın iri planda bunun nəyisə götürməyi, içməyi, içə bilmədiyi nəyisə dağıtdı. Quş var idi orada, məsəl üçün, getdi quşu yuvasına qoydu, nə. Yəni, sonra ondan əvvəl hələ kör uşaqların qaldığı məktəb, iri planda uşaqların biri neynəmir. Bu nə deməkdir? Bu deməkdir ki, sən ağlatmağa çalışırsan. Yəni, məqsəd ağlatmaqdır. Yəni, kədərləndirib düşündürmək yox. Və ağlatmaq naminə nəyə gəldi gedirsən, hətta həqiqətən xəstə və əlil uşaqları belə, kameranı soxursan bunların ağzını sinəsən də mənə bağışda, bunları zorla tamaşaçıya yedizdirirsən ki, ağlasınlar. Bu, ali sənət üçün bu yaxşı əlamət sayılmır. Məsəl üçün, Sovet dövründə belə bir şey vardı. Kinolarda uşaqları ağlatmağa qoymurdular. Deyirlər ki, bu qurşaqdan aşağı zərbədir. Yəni, sən uşağı ağlatınsa, o deməkdir ki, tamaşaçı avtomatik ağlayacaqdır. Amma indi bizdə, baxırsan, seriallarımıza ağlamağın ifratına gedirlər, sonra mübahisənin ifratına gedirlər, bütün konfliktlər qışqır bağırla və gülüşün də yenə də ifratına, şit qəhqəhələr. O tamaşaçıda qıcıq yaradır da. Düşünən tamaşaçı da qıcıq yaradır, amma kütləvi tamaşaçı üçün maraqlıdır. Yenə deyirəm, bilsən, problem nədədir burada? Mən hərdən düşünürəm ki, bizim çox gözəl bir məsəlimiz var, ara qarışıb məsəl bitib. Tarixən, min illər boyu heç bir sənət ümumun qabağına çıxarılmayıb. Yəni, hamının.
kütləvisi olub, zadəgan təfəkkürü olub. Yəni belə deyim də, o yarmarkalarda göstərilən o səviyyəsiz, kütləvi tam komediyaları düşünən insanlar, alimlər, zadəganlar falanlar bunlar görməyiblər. Yəni onların ora tutalım belə deyim də, ora yolları düşmürdü. O kənd yarmarkaları da olardı və onun aktyorları da arabalarda gezərdilər o vaxt. Eyni şey bizdə də olub. Məsələn bizim dərvişlərimiz olub. Sonra nəqqal deyirdilər, o nəqqallarımız olub, aşıqlarımız, dastan danışan aşıqlar. Bunlar kənd-kənd gezərdilər. İndi onlar yarmarkalar deyirdilər. Bizimkilər bazar meydanı da bir də karvansaralarda. Bu kütlə üçün. İndi sən təsəvvür ki, Nizami, Füzuli, nə bilim də, bunun bazar meydanında nə işi var? Ya o karvansarada, o Haküydə nə işi var? Ticarəti. Bunlar oxtururdular təhsil müəssisələrində, saraylarda, kitabxanalarda, nə bilim, və bunların özünün incəsənəti var idi. Və bunlar çox nadir hallarda təmasa girərdilər. Çox vaxt heç təmasa girməzdilər. Və insan da bir şey istehsal eləyəndə o bilirdi. Mən bunu belə deyim, o düşünən insanlar üçün istehsal edirəm. Bu mahnının, musiqini tutalım. Və yaxud da bazar meydanlarında, karvansalarda, yarmarkalarda, harda ifa eləmək üçün. İndi ki, ümumun qabağına çıxır hər şey. Sən o yarmarka üçün istehsal olunan materiala baxıb əsəbləşirsən. O kütlə də sənin baxdığın ziyalı materiala baxıb əsəbləşir, çünki başa düşmür onu. Başa düşmədiyinə görə də əsəbləşir. Deməli, burada bir də incə detal var ki, indiki dövrün tamaşaçısı insanı gerək birinci öz yerini müəyyən eləsin, mən hansındanam. İkincisi, müəyyən eləyəndən sonra obursuna baxmasın, obursunu oxumasın, obursunu dinləməsin. Ki, sonra niyə əsəbləşirsən? Məni həmişə çox qıcıqlandıran bir şey olur bizim cəmiyyətdə. Sən öncədən bilirsən ki, filan şey səni əsəbləşdirəcək, amma oturub baxırsan. Baxırsan, əsəbləşirsən, sonra başlayırsan söyməyə. Əsəbləşmədən zövq O alan hərdən insanlar. deyirlər ki, bizim telekanallar bərbad gündədir, nə bilim, səviyyəsiz verilişlər filan. Mən deyirəm, yox, çox yaxşıdır. Deyirlər, niyə axı belə of? Deyirəm, axı səviyyəsizlərə mən niyə baxım ki, mənim xəbərim olsun orada nə var, nə yoxdur. Mən baxıram mədəniyyət kanalının verilişlərinə, ictimaiyyətin verilişlərinə, başqa o informativ, özüm üçün maraqlı olan, tarixlə bağlı mədəniyyət kanalı bütün gün ərzində keyfiyyətli mədəniyyət materialları verir. Konsertlər, simfonik əsərlər, operalar, muğam konsertləri, filmlər, yaxşı. Mən bunu qoyub niyə gedim o kütlənin baxdığı şeyə baxım ki, hələ bir əsəbləşim də ondan ki, bunlar niyə bunu göstərirlər? Ona görə göstərir ki, bunun öz auditoriyası var da, onlar onu istəyirlər. Ki, onlar da ASTV-yə, mədəniyyətə, ictimai ona baxmırlar. Bizdə qəribədir. Mən ondan xoşum gəlmir, amma baxıram. Baxıram, sonra əsəbləşirəm ki, bu niyə belə keyfiyyətsiz və səviyyəsiz şey göstərdi? Bu bağlansın, bu belə olsun, elə olsun. Baxma, heç xəbərin də olmasın da. Mən bayağı musiqilər. Deyirəm, valla, mənim dinləmə auditoriyamda bayağı musiqi yoxdur. Yəni, onun qoxusu gələn kimi, ya haradasa eşidən kimi, ya söndürürəm, ya nə edirəm. Mən nadir hallarda bizdə elə şərait olur ki, sən məcburiyyət qarşısında qalırsan. O biraz adamı qıcıqlandıra bilər. Sən elə yerdə işləyirsən ki, hamı ona baxır, sən də baxmalısan. Sən elə yerdə yaşayırsan ki, hamı ona dinləyir, sən də məcbursan. Məsələn, mənim yadımdadır, bizim evin arxa pəncərəsi çıxan küçədə, Füzuli küçəsi idi, indi də Füzulidə, o vaxt Basin idi, Qış Parkının yerində. O ilə üzbəyüzdə 9 mərtəbənin altında çoxlu mağazalar vardı və kaset dükanları var idi. Və mən orada necə idi, hər bir yeni kaset dəb düşəndə bu kaseti çox satdırmaq üçün eyni kaseti qoyurdu və fasiləsiz olaraq fırlanırdı o. Və o fasiləsiz olaraq fırlandığına görə keçib gedən adamlar onu hiss eləmir, bir dəfə eşidir. Amma sən o ilə üzbəyüzsən, axıb 15-20 metr aram var. Sən gün ərzində onu eşidirsən. O sənin qara gözlərin, sənin olsun. Bir ay bu qulağımıza apardı. Bir ay sonra nə bilim başqa bir mahnı. Yəni bu başqa məsələ. Sənin beynini sıxır, təzyiq eləyirsən, əsəbləşirsən. Bir də var ki, sən könüllü şəkildə gedib ona qulaq asırsan, ya baxırsan o verilişə. Sonra deyirsən ki, bu nə səviyyəsizdir, bu nə keyfiyyət. Baxma da, məcbur. Reytinq artırır. Baxa-baxa əksinə sən ona xidmət eləyirsən, sən demişsən. Baxıb əsəbləşirsən, əksinə o reytinqini artırırsan. Sonra onu tənqid eləyirsənsə, ona xidmət eləyirsən, o reaksiyanı görür. Mən məsələn hərdən bizim topluma başa sala bilmirəm ki, səni əsəbləşdirən şeyə reaksiya vermə. Sən reaksiya verdikcə ona xidmət eləyirsən. Çünki o baxır ki, reaksiya var. Deməli istədiyimə nail oldum. Deməli diqqət cəlb elədim. Deməli mənə baxdılar. Ona görə mənim özümlə bağlı nə qədər tənqid olur, nə olur filan. Heç maraqlanmıram da. Hərdən mənə deyirlər filan ki, heç nəsə filan ayda səndən nəsə yazıb. Demək yazıb alacağınız. Uşaqlara deyirəm ki, reaksiya verməyin. Düzdür, məndən xəbərsiz bəzən reaksiya verirlər. Olmaz, lazımdır. Reaksiya verdikcə sən ona xidmət eləyirsən. Sonra amma çətindir də, insanın bəzən elə əsəbləşdirirlər ki,
Mən elə situasiyalar olub ki, çətinliklə özümü saxlamışam, amma saxlamışam. Çünki reaksiya verdin, sən artıq ona xidmət eləmiş olursan. Və yaxud bu sənin reaksiya verməyin onun qələbəsidir. Deməli o istədiyinə nail oldu. Səni diqqətli çəkdi, əsəbləşdirdi. Deməli vecib almayasan geri. O sən ona düşünür əvvəlcədən, ona çalışır. Onu o məqsədlə bunu eləyib, sən də reaksiya verirsən, deməli ona xidmət eləyirsən. Deməli onun məsələn bizim bəzən son vaxtların filmlərində bayaq desənə niyə kənara çıxılır. Məsələn elə detallar var ki, baxırsan ki, bu filmin süjetinə falanlar adına xidmət eləmir. Sadəcə burada bir dənə çılpaq səhnə, bir söyüş, bir zad getməlidir. Niyə? Kimsə baxsın, əsəbləşsin. Əsəbləşdi, artıq deməli bu istədiyinə nail olub. Və bunun da başında dayanırdı Lars von Trier'in qəşəng bir tezisi var. O da həmin cür əsəbləşdirənlərdəndir, amma keyfiyyətli əsəbləşdirəndir də, yəni ali səviyyədə. Deyirdi ki, mən sizə maarifləndirməyi, ağıl öyrətməyi, o məqsədi güdmürəm. Mən istəmirəm ki, mənim filmimdə deyilən fikirlər günlərlə sizi düşündürsün filan. Düşündürmək istəyirsə, gedin fəlsəfə oxuyun. Mənim məqsədim odur ki, mənim filmim barədə düşüncələr sizin ayaqqabınızın içində qalmış xırda daş kimi olsun. Bütün günü sizi əsəbləşdirsin. Yəni, əsəbləşdirmək nə verir? Əsəbləşdirirsə, deməli düşünürsən. Heç yerin ağrımır, dişin yadına düşmür. Bir dənə dişin başlasın sızıldamağa, bütün günü dişi fikirləşəcəksən. İndi o da deyir ki, mən istəyirəm ki, sən əsəbləşib məni yadında saxlayasan. Bu isə çox asandır. Sevdirib yadda saxlamaq çox çətindir. Bax, bir insanın rəğbətini qazanmaq üçün nə qədər çalışmalısan səncə? Bir insanla bir dəfə buna yaxşılıq elədin, bir dəfə xoş bir gün keçirdin, bir dəfə nəsə bir ünsiyyətinizdə bir xoş məqamlar oldu, bir dəfə ilə səni sevməyəcək. Bu uzun müddət davam eləməlidir ki, aranızda bir rabitə yaransın, bağlantı yaransın, sən onun rəğbətini qazanasan, sən onun sevgisini qazanasan. Amma nifrətini qazanmaq üçün bir dəfə hansısa onu əsəbləşdirən bir hərəkət eləməyin kifayətdir ki, o sənin nifrətini qazandın. Deməli, sənət də həmin o diqqət qazanmaq istəyən sənət. Başa düşür ki, mən sevgi qazanmaq üçün nə qədər çalışmalıyamsa, nifrət qazanmaq üçün bir addım mənə bəsdir. Qoy o nifrəti qazanım. Əsas budur ki, qazanım, laqeydlik olmaz. Əsas budur ki, sən demişsən, reytinq olsun. O reytinq sevgidən də gələ bilir, nifrətdən də gələ bilir. Sevgidən gətirmək çətindir, nifrətdən asandır. İlqar müəllim, sizin yaradıcılığınızda mənim ən çox sevdiyim bir əsər var. Tarixi, mozaik bir roman, Bakı tarixindən Kallaş. İstəyirəm ona toxunaq. O əsərdə yaranma tarixçəsinin səbəbi, orada da sizi nəsə qıcıqlandıran, əsəbləşdirən nəsə olub, vadar edib ki, bu əsəri yazmısınız, yoxsa... Özünün içində var idi o səbəblər hamısı. Və ümumiyyətlə, belə bir əsəri yaratmaq üçün Bakılı olmaq şərtdirmi? Onu, nəfəsini, ruhunu duyarsa, atmosferanızı. Bakılı olmasan. Birincisi, o xırdalıqlar sənin yadında qalmayacaq. İkincisi, o Bakının köhnə məhəllələrinin, nə bilim, neyin dağıdılması, Bakının köhnə simasının dəyişməyi sənə o qədər təsir eləməyəcək. Niyə? Çünki məntiqlə götürəndə əslində onlarla dağılmalı idi. O sıxıntı, xarabalıq, sonra xırda-xırda həyətlər, xırda-xırda evlər, rahatlıq yox, nə bilim, su filan da həyətdə, sən 3-cü mərtəbədən düşürsən aşağıda, su doldurub qalxırsan yuxarı, sonra yük zad gətirmək olmur, dalanlar xırda-xırda, nə bilim, gir çıx. Yəni, o əslində insan yaşamı üçün anormal yerlər idi. Və məntiqlə dağılmalı idi, ondan daha yaxşı tikilməli idi. Amma mənim həmin məqamda o köhnə məhəllələrin dağıdılmağına, Qış Parkı, Respublika Sarayı, sonra o tərəfdə Sovetski filan. Elə bil ki, ürəyimin bir parçasını qopardırdılar. Və həmin vaxtda indi mən postmodern ədəbiyyat filan çox oxuyurdum. Və başa düşdüm ki, elə hiss və duyğular var ki, onu sən dramatikləşdirib altından çıxa bilirsən. Faciənin dərin qatlarına enirsən. Elə problemlər var ki, sən onu ironiya ilə dəf edirsən. Mən əvvəl istəyirdim Bakı haqqında çox dramatik, ağır bir roman yazım. Yəni, Bakının köhnə Bakılıların faciəsi, bunların o yeni Bakıda özlərinə yer tapa bilməməsi, sıxıntıları, yəni, və sonda tənəzzülü, intiharı. Hətta o indiyə qədər o fikir var, ola bilər bəlkə yazdım elə. Yəni, belə deyim də, dövrün o, belə deyim, mexanizmlərinin içində məhv olub gedən bir köhnə Bakılı ailəsi. Böyük ailədə tam 7-8 nəfərlik falan. Amma baxdım ki, o məndə faciə hissini biraz da gücləndirəcək. Gedib Kafkanın halına düşəcəm. Mən ironiya ilə çıxmağa qərara gəldim və Bakı tarixindən Kallaş o cür yarandı ki, əslində bütün əsər boyu mən həm o köhnə Bakını təqdim edirəm,
həm də biraz da ələ salıram, prikola tuturam, lağlaq eləyirəm, yarı zarafat, yarı gerçək. Yəni o əsərdə ağrı ilə ironiya belə dolaşıb bir-birinə. Sən özüm hərdən oxuyanda fikirləşirəm, o dövrdəki halımı gözümün qabağına gətirirəm ki, bunu oxuyan adam yəqin çaşbaş qalacaq ki, bu adam Bakını sevir, yoxsa ələ salır. Amma sevə-sevə prikol eləyir, sevə-sevə lağlaq eləyir. Çünki o ələ salmaq Mirzə Cəlilin ələ salmağı deyil, acı kinayə deyil, acı gülüş deyil. Zarafatla adlamaq, zarafatla o mifləşdirmək, mifin özünə belə zarafatla yanaşmaq. Çünki qatı mifləşdirmək o son nəticədə həm də qatı dağılmaya gətirib çıxardır. Amma yenə təkrar edirəm, o istədiyim o roman ki var idi, 90-cı illəri əhatə edən, yəni köhnə Bakının sonu belə deyək, bir ailənin timsalında. Onu yazmaq fikrindəyəm və yəqin ki, yazacağam inşallah. İnşallah. İlqar müəllim, yavaş-yavaş podkastın sonuna doğru gəlib çatırıq. Bir maraqlı bir şey hazırlamışdım. İstərəm sizinlə onu belə sual-cavab kimi, test kimi eləyək. Bildiyiniz kimi bir çox podkastlarda belə bir sorğu-sual ellər, adlar çəkirlər müəyyən yaradıcı adamları və yaxud da şəxsiyyətlər falan. Onlardan birini seçirsən, o ya bu müqayisə məsələsində. Bilirəm, müqayisəni çox sevmirsiniz, amma sırf bir belə də yüngül belə viktorina kimi istədim eləyək. Amma bu dəfə mən siz şair olsanız da, yazıcı olsanız da, şairlərdən, yazıçılardan bir şey hazırlamamışam. Sizin şeirlərinizi səsləndirən qiraətçilərdən istədim fərqli bir şey deyim. Müəyyən burada sənət yoldaşlarımız, dostlarımız var. Sırf istəyirəm tamaşaçı kimi bir rəyinizi bildirəsiniz. Adları çəkəcəm. Siz öz şeirlərinizi kimlərin ifasında daha çox bəyənirsiniz. İndi deyəcəm, bir seçərsiniz. Görək finala kim qalacaq. Nicat Kazımov yoxsa Tural Əhməd? Yəni Nicat hissiyyatı belə deyim də, o dərin emosional hissləri Nicat daha yaxşı ifadə, dramatik hissləri Nicat daha yaxşı ifadə edir. Nicat Kazımov yoxsa Zülfiyə Qurbanova? Çünki yox idi mənim şeylərim. Turalla duet ediblər. Yox, Nicat. Nicat Kazımov, Rəşad Mikayılzadə. Onu da tanımıram. Gəncdir o da. Yox, elə Nicat. Nicat. Bilirsən, bəlkə də Nicatın daha yaxşı oxumağının səbəbi odur ki, həm bizim bir yaş yaxınlığımız var, estetik zövqümüz eyni mühitdə formalaşır. Yox, mənim Nicatla dostluğum yaxın vaxtların məhsuludur. Mən onunla uzun illərin dostu deyiləm. Son 5-6 ildə. Amma eyni mühitdə böyümüşük, eyni dövrün uşaqlarıyıq, eyni əsərləri oxuya-oxuya, yəni o da belə deyim də 90-cı illərin əvvəlini yetirməsidir. Ona görə bu məsələ son vaxtlar çox əhəmiyyətlidir. Niyə? Çünki dövr o qədər sürətlə dəyişir ki, artıq səndən 5 yaş sonraki nəslin zövqü tamam başqadır. Ondan bir 5 yaş sonrakinin zövqü tamam başqadır, çox dəyişir. Nicat Kazımov, Xəzər Süleymanlı. Yəni Nicat yenə də. Nicat Kazımov, Aygün Fətullayeva. Nicat. Nicat Kazımov, Günel Həmidova. Nicat. Nicat Kazımov, Hüseynağa Aslanov. Yenə Nicat. Nicat Kazımov, Gülər Nəbiyeva. Nicat. Nicat Kazımov, Kamran Ağabalayev. Nicat. Nicat Kazımov, Sabir Abdullayeva. Nicat. Nicat Kazımov qalib gəldi. Təbrik edirik buradan Nicat Kazımova. Ya orada məsələn sən oxuyursan ha mənim şeirlərimi. Orada bilirsən nə çatmır. Şeirin özünün əruzunu, zövqünü, estetikasını çox qəşəng hiss edirsən. O səndən başqa çox az adam tuta bilir. Amma o yaşın, dövrün gətirdiyi hisslər var. O sənin üçün biraz yaddır. Niyə? Çünki sən o şeyləri görməmisən, sən o şeylərdən keçməmisən. Sən artıq elə bilində bizdən 2 nəsil sonraki estetika ilə böyümüş insansan da. İndiki gəncləri isə ümumiyyətlə son dövrün tamam ondan kənardılar. Ona görə onlar özünkiləşdirib, özü necə hiss eləyirsə o cür oxuyur. Bir də Kamran nisbətən yaxındır qıstədir. Kamran da yaş həddi həmin şeydir axı. Kamran onu tuta bilir. Məsələn, bəzi məqam. Bəzən də prosta çox sürətlə oxuyur hansısa məqamlarda. Orada hissdən çıxır. Amma məsəl üçün gənclərin içində var. Məsələn, mən baxıram ki, hətta mənim bəyəndiyim ifa yox, gəncin özünün yaşıda olanın ifası daha çox sevilir. Niyə? Çünki o ona daha doğmadır. Mənim bəyəndiyim bəlkə də onlara o qədər yapışmır. Amma mənim özümün o yaş yaxınlığı, yaş estetika yaxınlığı olduğuma görə Nicatın o hissiyatı çatdırma metodu bizə yaxındır. Sonra ikinci bir məsələ var. Məsəl üçün, hər bir dövrün özünün bir emosional ifa tərzi var. Məsələn, biz gözümüzü açandan 90-cı illərin özünün bir şeir demə üslubu var idi ki, Nicat onu saxlayıb. Amma 2000-ci illərin uşaqları, 2010-ların uşaqları artıq onu istifadə edəmirlər. Tamam başqa cür edirlər.
İqamam, istəyərdim podkastın sonunda özünüzün hal-hazırdakı bu əhvalına uyğun öz şeirinizlə bitirəsiniz. Mənim keçən il 50 yaşım tamam oldu. Hələ 50-nin içindəyəm də, hələ payızda. Gec də olsa təbrik edirəm. Çox sağ ol. Payızda 51 olacaq. Çox qəribədir ki, ad günüm tamam olan gündə səhər bir şeir yazmışdım. Sonra paylaşdım. Onu oxuyardım. Deyir, heyif gec anladı o səfeh ruhun, arzular imkandan çox böyük imiş. Ümidlər, istəklər sanki yük imiş. Min bir əziyyətlə daşıdın, keçdi. Əzəl gündən oldun sözün aşiqi. Bu xəm xəyal ilə keçdi ömür gün. Bu sevgi deyil ki, ruhu yəqin birət işləmişdi, qaşıdın, keçdi. Hardan gəlib düşdü bəyaz ruhumuz, bu dünya adlanan qara külliyə. Bir nəfəs ömürdür, birdən 50-yə. Göz açıb yumunca yaşadın, keçdi. Çox sağ ol. Sağ olun, sağ olun. Çox sağ olun ki, gəldiniz. Sağ olun, əziz izləyicilər. İnşallah növbəti buraxılışımızda növbəti qonaqla qarşınızda olacağıq. Sağ olun ki, bizi izlədiniz.